Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. 13 yaşlardan ibarət Respublika çempionatı və Ulduz Futbol Akademiyası ilə dostluq komandası üzə gələrək komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun dedik. Bir də məhsuldar, maraqlı oyunun şahidi olacaq. Meydana məsələ sağ verilməli formada biz Ulduz kollektivini görürük. Yaxşı formada sol tərəfdə isə dostluq kollektivi yer alır. O da sürətli başladı və yüksək tempdə bir mübarizə izləyəcəyimizə müjdədir. Rəqsin ola bilərdi. Bu da qayda pozulub. Uğur Hüseynli artıq rəqibini sürətdə udmuşdu, amma rəqib bu aydanı pozmadı. Onun qarşısını kəsməyi bacarıldı. Sağ cinatdan yeni bir həmlə ola bilər. İçəri qazanmışdı top. Uğurçuya gitmədi. Topu meydandan çıxardı. Aston top oyuna daxil edilməlidir. Rəqib komanda dostluq kollektivi Aston top oyuna daxil edir. Pressing etdilər, topu qazanmaq istəyi qismən nail olsalar da daha sonra rəqib topu ələ keçirmişdi. Bir zərbə. Süleymanlı zərbəni qarşısını kəsməyi bacardı Uğur. Qarşılıqlı top etkisi izlədik. Topu müdafiədən çıxardı. Hətta bir əks həmlə də ola bilər. Kapitan orada komandanın başına çatdırmışdı. Sol cinahdan Uğurla. Uğur Hüseynli kapitanla oynadı. Şimdi qarala verdi. Zərbə lazımdı. Zərbə və gol! Yaxşı qurulmuş bir həmlə. Və nəticə də hasil oldu. Görüşdə artıq hesab açılır. Uğur Hüseynli topu torlara yolladı komanda yoldaşının məhsuldar ötürməsində. 1-0. Mərkəzdən yerinə start götürəcək. Artıq Ulduz kollektivi görüşdə hesabda öndədir. Ulduz 1, dostluq 0. Yerdə qalan oyuncu var. Sait Statema yerdə qalıb. Həkimlər də meydana daxil olur. Rəqib topu uzaqlaşdırmaq istəyirdi. Məsələ Saidin üz dairəsinə tuş gəldi. Hər şey yaxşı görünür. Həkimləri müşahidə altında. Said meydanı tərk edib. Verilən dəqiqələrdə yenə biz onu meydanda görəcəyik. Uzun bir ötürmə istəyi. Müdafiə də aynamlıdır. Bir daha xatırladım ki, Ulduzun minimal hesablı üstünlüğü var. Meydandakı yeganə golun sahibi Uğurdu. Hüseynli basmanı almışdı. Şimdi burada pressing ama qaydalar çərçivəsində deyil. Qayda pozulub. Televizor Allah verdiği qaydanı pozmuşdur. Bir dəfə bir yerə geri çəkildi. Və biz Sait Satemanı yenidən meydanda görürük. Hər şey yaxşı gördüm. İndi pressing edən oyuncu oldu. Sağcına taşıdılar orada. Tunar Əliyev. Tunar. Daxilə var idi. Yaxədə top oyuna daxil ediləcək. Onlar başlamasın ucumu. 2 dənə pornu, yaxın oynayın onlara. Aston top oyuna daxil edildi. Tunar ram edə bilmir. Pressingdə edir. Daha hızlı alsın, topu da ələ keçirməyi bacaracaqdır. Qapıdan zərbə. Ulduzdan 4 nəfər meydan rəqib aydınlar hissəsindədir. Görünür ki, elə topu nəzarət etmək istəyirlər. Öndə pressing edərək fərqi bir qədər də artırmaq istəyirlər. Daha rahat etmək üçün. Yanlı mübarizə aparan Zahid İsmailov. Aston topu meydana çıxardı. Yaxədən top hərəkətliyi qazanır. Astonun mübarizə izlədiyi Said. Kapitan Oktay. Tunar. Müdafiədən çıxarmağa bacarırlar. Təhlükəli bir əksərlər də ola bilər. Oktay. Ötürməsi İzvana çatmır. Yüzlüqar Allah verdi. Said oynadı. Statema. Əhməd Verdiyev. Bir ara ötürməsi Said. Əhməd Verdiyev. Said.
Əmək. Kapitanla oynadı Oktay. Yaşılı top etkisi izlədik. Top Ulduz kollektivində qaldı. Zülfiqar. Sağ zira daşıdı. Sağ tərəfdən bir əmli olacaq. Qapı qarşısına bu zərbə idi. Hətta birbaşa qapıya yaxın gücü nişan almışlar amma alınmadı. Onda zərbəni indirən Dəlibalov idi. Kesin qayda pozulub. Hakim epizoda yaxın etibar epizodu qayda pozulması kimi dəyərləndirir. 50-ci bir ötürmə ilə başlayacaqlar. Bəli. Oktay. Əlifləri geriyə doğru ötürməz. Ömər İskəndərli komandanın golkiperi. Hələ ki onun üçün bir qədər rahat keçən mübarizədir. Rəqib çox da həyəcan, təhlükə yarada bilməyib, ona həyəcan yaşada bilməyib. Boşluğun 5 nömrəli oyuncusu aslında boyuna daxil etməlidir. Kapitan orada ötürmək istəyir, amma biri qədər önə doğru bu ötürməli Said. Qarşılıq mübarizəsi idi, yüksəlik qazanıb top. Zatema ziyadə eşdi. Oktay. Çabukluq var idi. Referi bir qədər üstünə buraxan üstünü itdi deyə məsələ cərimə zərbəsinə qayda pozunsun yerindən yeni yetirilməsini istəyir. Görüşün hakimi. Dostluq adına bir standart vəziyyət izləyəcək. Ömər İskəndərli 2 nəfərdən ibarət canlı sərdi qurdu. Qapıya birbaşa zərbə mi yoxsa ötürməmə gələcək zərbə meydansın səndəvərində 4 oyuncu vardı. Ömər təhlükəni sovuşturmağı bacarıb. Yaxın toxulmaz saxlamağa bacardı. Amma nail oldu. Ömər İskəndərli. Komanda ulaşığı var idi, mən sonunda oynadı. İndi bizim uzun ötürmə. Said. Sol tərəfdən yeni bir əmli ola bilər. Rəmsini vurdu hərəkətlənib. Said zərbə meydansası daxilindədir. Zərbə! Keçid vermir. Baxın. Güncə indirilmiş zərbə vursuz alındı. Əmlər davam edəcək. Təzyiqi bir qədər də artırıb Ulduz kollektivi. Vur. Bir əqil aldatsa da. İkinci mübarizədə kirmişdi topu. Yenidən topu vurdu da. Bunu Hüseynli. Ara itirməsi yaxşı alındı. Orada Zülfiqar Allah verdiyi və zərbə imkanı vermədilər. Yine təzyiq edirlər topu qazanmağa. Buna da nail oldular. Aslında top etkisi izlədik. Şimdi sol tərəfdən bir həmlə. Bir qədər ötürmə izafi güclə edilmişdir. Topu meydanda saxlamaq mümkün olmur. Sən məsələ hesabda öndə olan tərəf Ulduz kollektivi oyuna daxil etməlidir. Oktay, bir ara itirməsi yaxşı alındı. Said, ya da dəyişmək olardı. Zat boşdaydı. Vur. Qarşılıqlı mübarizə izlədik. Top meydan tərk etməyib. Oktay. Topu satmaq mümkün olmur. Tunar. Rəqib komanda yaxayda top oyuna daxil etməlidir. Yaxdan sabahı tam etləməkdən rəqib adamlar hissəsində gətirdi. Yoxsa kollektivi təbii ki belə bir epizodda Ulduz komandasında müdafiə olunurdu. Evet verdi. Ama vur var. Doğru Hüseyinli. Derledi orada topu özündən irəli bırakmıştı ama komanda yoldaşları onu sığortaladı. Yaxşılığı mübarizə izləyirik. Sırma istəyib. Səliqəli, səhvsiz oynayan Said İsmailov. Sözüşmə fəndi ilə topu uzaqlaşdırmıştı. Şimdi pressing etməyə başladı Dostluq kollektivi. Bu dəqiqələrdə hesabı bərabərləşdirmək istəyirlər amma Dostluğun daha doğrusu Ulduz'un müdafiəsi ilə ki yaxşı çıxış edir.
Resul. Beyler kimi Bir dersin? imkan vermirlər. Ya bırak. Ömer sıfırmayla başladı Zahid. Hadi çok Bina otursa. değişti. Kapitan Mikael Ekberov bir rəqbini aldatdı ki rəqibində. Bitirir topu yenidən. Topu qazanmaq istədilər. Alda cəmlələr. Pınar. Ortalar sana dön. Sırayla bitirdi. Bizim. Davay. Rafael davay. Seni girdi Harun. Topu meydana çıxardılar. Harun sen kaldın. Korner. Yok değil. Davut sen de kal. Davut kal şeyle İki Rafael'le. zərbə görüşdə Sen orada kal Rafael'de. Dostluq qallisi yerinə yetirəcək. Ele yok. Merhaba. Cərmə meydançası səndəvərində Solda. 5 oyuncu var Dostluq qallekindən. Ha Davut sen de orta tehlikeli. Qapıdan götürmək şeyi Ömer yumruqladı. Təkrar. İmkan vermədilər. Sayda geri çəkilir. Harun Mesela- davay. Onun müdaxiləsi var dedi Gürcün atam. Digər tərəfdən abi köşkdən zərbə imkanı. Biraz bu tarafa gel. Raydan toplara bak Rafo. Qapı qarşısını ötürmək şeyi. Sol ayağa indirilmiş zərbə müdafiə. İmkan vermir. Bir əksəmli ola bilərmi? Sınarı boşa çıxardılar. Amma oyundan kənar vəziyyət. Timur. Hay Timur. Sınarı oyundan kənar vəziyyətdədir. Tabi. Ortaya bak. Sahip. Bir qədər ayaq saxladı. Oktay Ələkbərov Tunara doğru. Tunar Əliyev. Artıq zərbə meydancası daxilindədir. Qapı qarşısı ötürmək. Sol anda müdafiə. Müküşlə zərbə. Uzada bir dura top şansı standart vəziyyət. Davay Kakaş, aferin. Zərbə meydancası daxilində nə az nə çox 5 oyuncu vardı. Müdafiə uzaqlaşdırdı. Burada Oktay Ələkbərov bitirdi. Əksəmli ola bilər. Oyundan kənar vəziyyət yoxdur. Rəqibin 7 nömrəsi ilə Ömər üzlədi. Zərbə Ömər! Birə-bir də keçid vermir. Real goldan komandasını xilas edir. Ömər İskəndərli. Rəqibin öndə qarşıladı. Və birə-bir də məyus edir. Uzaqlaşdırmaq həmləsi idi. Uzaq məsafədən zərbə. Sonra müdafiənin müdafiəsi var idi və korner. Rafo. Niye Fizi? Rafo. Hayır Resul ayarlarsan. Hiç olmaz Resul. Davay. Nihat. Lülü ortaya. Atıyor ona bir daha. Dostluq kollektivi 2-3-dən zərbə yerinə yetirir. Qapı qarşısına uzaqlaşdırmaq lazımdır. Buna nail oldular Səyid. Oyna. Səyid ötürmə komanda yoldaşına. Sağ tərəfdən bir elə həmlə. Bir qədər bərk alındı ötürmək. Səmti dəyişmək istəyirdilər. Diagonal ötürmə Tunara doğru. Bir qədər qüvvət qalınmışdı ötürmək. Düştü Şaro. Ələkbərov qazandı. Burada qayda pozulub. Bir qədər kişiliyə buraxdı amma ilk üçün məsələ Resul. zərmə zərbəsi yerinə yetiriləcək. Şaşıyor Timur. Gerək zərbəri kim yerinə yetirəcək? Ulus kollektivində Nihat. birbaşa qapıya mı yoxsa ötürmək? İşarə gəldi. Oyna. Zərbə keçmir. Ömər qəsdən tərkəsi uzaqlaşdırdı. Bir aldan zəmlə. Tunar.
Sadi İsmailov rəqiblə mübarizə aparır. Sonra qayda pozulub. Və görüşdə 2 rəsmi xəbərdarlıq. Sarı vədəqə. Məsələ Sadi İsmailova göstərildi. Bu çomurluğa görə deyildi zənnimcə. Daha sonra bir gereksiz davranış vardı, ona görə idi. Mən də gördüm, onu bir qədər də bağlıydım. Epizod tamam. Ola bilər ki, mən də yanılıram, amma yanılmadığım tek şey, məsələ, rəsmi xəbərdarlığın sarı vərəqəm olmasıdır. Görüşdəki ilk rəsmi xəbərdarlığı birdən vurğu edilmedi dostluğum. İstanbul vəziyyətini izləyək. Ömər, yəni 2 nəfərlik canlı səhədi qurub. Və meydanın Rəqmaydon vasitəsində zərbə meydan səhərdə bir xeyli oyuncu var idi. Qapıya doğru zərbə, tas qapının üzərinə meydan tərk edir. Sələksini düşülən kimi alınır, dostluğumuz 8 nömrəli. Oyuncu zərbəni endirmişdir. Ömər İskəndərli. Zaten komanda yoldaşını tapdı. Sağ tərəfə birəndə ola bilər. Zaten müdaxiləsi var idi. Ağlasan Timur oyna! Sır, yakın, Hamid yakın! Niyaz yakın! Niyaz! O atak, правильно! Karşılıklı mübarizə izləyirik. Züqara Lafeti burada rəqibini təqib edirdi. Zərbə top qapıdan yan keçir. Görüşdə üçün gələn bir gol var. Hüseynli Sabasız. Məsələ meydandakı yetanın golun sahibidir. Ondan sonra hələ ki golun qarşılaşmada. İlk səmlədəcə motorları yolama bacarmışdır bu kollektivi. Üstün üçün hələ ki vəzifələr də yoxdur. İlk girələn dəqiqələrdə məşqçilər və fillə və vəzələr hər iki tərəfdə baş məşqçi. Görüşü ayaqda izləyib, tapşırıqlar verir heyətinə. Said. Bina dəyişikliyi Oktay. Uğur. Hüseynli. Rəqib topu uzaqlaşdırmaq istəyir. Allah bediyi araya girir. Qapı qarşısına ötürmə gələ bilər. Sonunda müdafiənin müdaxiləsi və korner. Zahir. Ayağa pas oynuyor. Вместе, чтобы они были. Иди к третьему номеру, ближе. Lüzgar Allah verdiği nəzərə salsın da top meydan keçir. Asfaltda oyuna daxil ediləcək. Əhməd Verdiyev sınavda oynamışdı Əhməd. Rəqib ötürməni oxuda araya girdi. Amma bu ötürmə ünvansızdır. Ömər. Allah Verdiyev. Bir an ötürməsi Saidə doğru. Yaxşı, düzgün oynadı. Qarşılama bacardı. Zahid. Top meydan tercih edir. Etmir. Son anda rəqibi kapitanı xəttin üzərində o meydana saxladı. Zinkarlıq nümunəsi idi. Hüseyli qazanı top. İki nəfər bircə şıqadı. Rəqibin üzərinə və qismən də topu qazandılar. İndi sol tərəfə yeni bir əlli ola bilər Tunar. Daxilə var idi. Yaxədir. Boyuna daxil edib Tunar. Sinəsilə Turamikdə qapı qarşısına ötürmək istəyir müdafiə. Süleymanov. Vur.
fırsat o. Oktay, Tunar. Rəqini yola saldı. Özgür elədi, zərbə. Qapının üzərindən vurdu. İlk hissədə artıq 22 dəqiqəni geri qoşub, son 8 dəqiqə. Onlara top gelende sırası orada şu. Sərbəstləş vaxtında. Ahmet'im. Timur yakın ona. Zahi. Top düşürse kanka. Kal arkada. Seyit. 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 Sərbəst zərbə idi. Başıma gelir. Ayakını niye kaldırırsan ona? Kabaktan kabaktan. Qayda ayağını çox yüksəyə qaldırmışdı və referi sərbəst zərbə qeydə alır. Vasilye'yi de be. İlk meydan rəqibi aydınlar səsinə tərəf düzəltdi bir Volta. götürmək. Danış. Hey. Allah verir, qarşılamışdı, vur. Uğur Hüseynli. Zülfiqar. Ötürmə, Tunarlı oynadı. Bravo. Rəqibini kesə bilmir orada. Və pressingi gördü, rəqib topu meydana saldı. Riske getmədilər. Çık orada. Cabra. Oktay Orada var Zülü. Yolca. Topa gidene danışın. Hey. Qaçı kəmlədim. Topu özündə saxladı. Bravo. Kabaktan period tigrar. Aferin Seyit. Aferin Seyit. Tunar. Tunar. Dedi kim alınmadı zərbəsi. Elbət sağa çəkilmişdi. Sağ ayağına zərbə indirmək istəyirdi, amma Şili kimi istədiyi kimi alınmır. Seyit. Köyüne gelen topları baştan oyna. Ayakla yok. Bilim facia. Haydi. Napoli facia işte bak abi. Ulan. Elə pressingi döndü kollektivi. Oktay. Fərqi bir qədər atırmaq istəyirlər. Daha rahat çıxış etmək üçün. Bitirmek istediği işleri. Reis iki sən solundan doğru fasilədən öncə hesab dəyişəcəyimi Seyit. dəyişəcəksə kimin sözünə, kimin leyinə. Oradan oyuncu özünü yerə bıraxdı. Dostluğun müdafiəsində iki tibbi yardım göstərilir indi. Burada bir qədər oyuncu üçün full su fasiləsi ola bilər. Şimdi oyun bərpa olunur. Kapıya doğru zərbə, uzaq məsafədən. Zərbə indirdi, amma vurursuz alınır. David indir yakşıydı. Abi dayalar. Zərbəni Hüseyin indirmişdi. Şey Süleymanlı. Fatih silici mi? Bak silici mi Fatih? Uzun bir ötürmək istəyim. Sağ kələsini. Ömər. Bu ötürmə bir qədər inamsız alındı, səliqəsiz alındı. Orada Cahidin sonra qədər rəzimkarlı səbəti münəssir. Orada Allah cəmlələr, Ruğur 2 rəqimi aldatmışdı artıq, amma müdafiə ona kesit vermədi davamında. Zülfiqar, Allah bir topladı, ötürməsini verməyə bacardı. Sait təhlükəli gəldilər. Zərbə lazımdı, qapı qarşısına ötürməsi son anda müdafiə. Arasındakı fərqi 2'ye yükseltmək çox yaxınlaşır. Gəllikçizi yaxşı ötürmələrlə ilerlədilər. Zərbə indirmək bacardılar, amma qapı qarşısına ötürməklə bir qədərdə sonunda müdafiənin həmləsi var idi. İkisi də son dəqiqələr oynanır, bunu qeyd edeyim. Görüşdə Ulduzun minimal hesablı üstünlüyü var. Uğur Hüseyin meydandakı ilk tane golun sahibidir. Fasilədən əvvəl hesabı bərabərləşdirmək istəyir Ulduz komandası. Daha doğrusu Dostluq komandası.
Topu müdafiədən çıxarmağa bacardılar. Hətta təhlükəli bir əksəmlə də ola bilər. Tunar sürətlə irəlilədi. Sürətlə rəqiblərini udub zərbə lazımdır. Zərbə və gol! Tunar Əliyev. 2-0 artıq görüşdə 2 cavabsız gol var. Sürətli bir əksəmlə izlədik. Rəqib korneri yerinə yetirildi. Topu qazandılar, müdafiədən çıxardılar. Saidir Tunar'a doğru bir ötürməsi var idi və Tunar da sürət hesabına rəqiblərinin daha sonra ilerlədi. Qapısının yanına isə topu torbalara yollamağa bacardı. 2-0 Ulduz 2, Dostluq 0. Uğur hesabı açmışdı. Bir daha qeyd edim. Uğur Hüseynli. İsə Tunar Əliyev hesabı bərabərləşdirir. Rəqib bir qədər təzyiqi artırmağa çalışacaq. Təbii ki, risk almaq özü ilə birgə topu ikiyə gətirir. Mənalı başqa bir şeylərdir. Bunlar da artıq daha doğrusu gol vurmaq üçün, ən azı fərqi minimaldirmək üçün çalışacaqlar. Xüsusən də biz bunu ikinci hissədə görəcəyik. O da közlərinin də ikinci hissədə daha maraqlı mübarizə izləyə bilərik. Bir görə fasilədən əvvəl Dostluq yeni əllələrlə bu arada kapitanın zərbəsini izlədi. Dostluğun kapitanın zərbə indirmişdi Ömər. Topu mənimsəyə bilməsə də uzaqlaşdırmağı bacardı. Sənalda nəticə hasil olmur. Rəqib adına təbii ki. Qabır köşdən zərbə. Qapı qarşısına başqa zərbə isə alınmadı. Yüksəlik qazanan top bir akrobatik zərbə məsələ var idi. Qayda pozulur. Məsələ məşqçilər qarşısından texniki zonadan da oyunculara açılıq gəlir. Tələsmə ehtiyac yoxdur. Hesabda 2 fərqli öndəyik. Daha rahat etmək lazımdır deyə. Otay bir ara tərməsi buradan vana çatmır. Referi Aymələrdə 2 hissəni bitirir. Fasil Ulduz komandası 2-0 hesabı ilə öndə yollanan Dostluq önündəyiz. Yer ayrılmırıq. Fasildən sonra yenidən bir yerdəyik. Bir də vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Ulduz Dostluq oyununda hesabı 2-0'dı. Ulduz komandası fasilə 2-0 hesabı ilə öndə yollandı. Dostluq önündə görə ikinci hissədə nə izləyəcək artıq referinin işarəsi ilə də ikinci hissə yenidən mərkəzdən start götürməlidir. Belə o işarədə gəldi, start götürdü. Bir daha komandaya uğurlar arzu edirik. Görüşdə ikinci hələ bir gol var idi. Uğur Hüseynli hesab açıb Dostluğun niyyətində. Daha sonra isə eləməz ilk hissənin sonlarına doğru daha bir gol izlədik. Bu sefer isə Tunar Əliyev topu torlara yolladı. 2 cavabsız gol. İndi görə ikinci hissədə fasilədə edilən məşvərət, söhbətlər komandaya necə təsir bağışlayacaq və Dostluq komandası geri dönüş comeback mi edəcək, yoxsa Ulduz kollektivi üstünlüyünü bir qədər də mi artıracaq? Olur ki, maraqlı ikinci hissə bizi gözləyir. Adətən belə oyunlarda ilk hissə daha çox kəşfiyyat xarakterli olur. Komandalı bir-birlərini analiz etmək istəyirlər, risksiz oynamağa çalışırlar. İkinci hissə ilk hissəyə nisbətdə daha məhsuldar, yüksək tempdə mübarizə olur. Mən bildirəm ki, bu sözündə səsliğini tapacaq. Alaverdiyev ötürmə vermək istəyirdi, amma bir qədər bərk alındı onun ötürməsi və rəqib komanda Dostluq kollektivi altdan top oyuna daxil etməlidir. Orada müdafiənin müdaxiləsi var idi. Əhməd Verdiyev müdaxilə etmişdi. Oktay geriyə doğru ötürmə. Sinan dəyişili Cahid. Rəqiblərlə də dəymişdi top, bəli. Tam da referinin gözü önündə baş verir. Gözünə yayınmır. Ədalət təmsilçiləri ədaləti qorumağa bacarırlar. Sırazı var. Bu arada ilk hissədən fərqli olaraq məhz Ulduzun heyətində qapısı dəyişikliyi baş tutub. Ömür İskəndərli ilk hissədə inamlı çıxışı ilə fərqləndi. Qapısını Toxulmaz saxlamağa bacardı.
İkinci hissədə isə onun əvəzinə Əbdülxaliq İbrahimli qapıdadır. Görək o da komanda yoldaşı kimi əzimkarlığı ilə inamlı mübarizəsi ilə fərqlənəcəkmi? Oktay. Tek toxunuşunu ötürmələr. Davay qaqaş, davay qaqaş. Aferin. Haydi. Birinci. Harun ya bırakın Harun! Haydi Feraye. Olsun. Olsa böyle şeyler, tamam. Birinci top. Rahat ol! Bravo! Ne diyorsun? Sıra. Yan buraya. Aferin Sıra. Qarşılıqlı mübarizə edilir orada. Koyduk biraz pozisiyalar. Say, bravo, say. Zülü. Gavi! Ya sen deniyor! Stop yok, sen niye vuruyorsun? Oyna da! Hani top sen oynayak da! Sıra, hey. Ötürmə ilə başladılar öndə. Təzyiq də var bu arada. Daha bir əvəz etməyə də başladı. İndi gözümə çarpdı hansı ki Fəraim Kazımlı meydana daxil olub Ulduzun heyətində. Tunar, özünü bağlı. Bir qədər də mövqe əvəz etməsi. Hansı ki Səid meydan tərk edib Səid Stadema. Onun əvəzinə biz məhz Fəraimi görürük. Bir daha qeyd edim ki, bu bir qədər də mövqe əvəz etməsidir. Elə Səidin mövqeyində hücumda çıxış edəcək kimi görünür Fəraim. Uğur. Yaxədə top oynab meydan tərk etmişdi. Həm də təzyiq var da, pressing öz bərəsini göstərdi. Tunar! Qədər ayaq saxlamaq istədi, rəqibini yola salıb bitirmə vermə və yaxud özü zərbə indirməyə seçəcəkdi, amma rəqib bu əmrlərini oxudu. Onda Əhməd Verdiyev, qarşılıqlı mübarizə izləyirik. Oktay. Hadi verirdi. Sağdan öldürürsen ürettin, o da geri seni. Cərimə zərbəsi. Dostluq kollektivi standart vəziyyət yerinə yetirəcək. O qapıya doğru birbaşa da zərbə idi. Bu ötürmə xarakteri daşımırdı bu əmrlə. Top qapıdan aralı keçir. Tələsmə, top üstə. Rahat ol. Haydi Fərahim, götürə bilərsən. Fərahim təzyiq etdi. Topu ələ keçirməyə yaxın idi. Onda referiyə etirazlar da var, amma ədalət təmsilçisi heç bir qayda pozuntusu olmadığını bildirdi. Oktay. Uğur. Fərahim və oyundan kənar vəziyyət. Fərahim oyundan kənar vəziyyətdədir. Haydi. Sıraz pozisyon. Laismanın əli havada. Gel. Oktay. Orada Oktay qazandı topu. Təhlükəli bir əmrlə ola bilər. Oktay ötürmə komanda yoldaşına. Tunar. Oktay rəqibini yola saldı. Zərbə və gol! Kapitan Oktay Ələkbərov topu torlara yolladı. Hesab arasındakı fərq 3-ə yüksəlir. İkinci hissədə də məsələ ilk gol Ulduz kollektivindən gəlir. Topu özü qazanmışdı. Oktay Ələkbərov ötürmə verdi Tunara. Və cərimə meydançası daxilində top yenidən onun önündə qaldı. Sol ayaqla küncü nişan aldı. Dəqiq zərbə ilə topu torlara yollayır. Artıq 3 cavabsız gol var görüşdə. Hüseyn hesab açıb Tunar Əliyev fərqi 2-yə yüksəldib və son olaraq da kapitan Oktay Ələkbərov bəklənməyə bacarıb. İndi daha bir əmr olacaq. Ötürmə bu da 4. Tunar Poker. Daha doğrusu dubl edir.
Komandanın 4-cü, özünün 2-ci qolu. Günar Əliyev. Arda qollar izləyirik. Bir dəqiqə içində 2 qol gəldi. Yoldaş açın kamera. Rəqibin bir qədər ümidlərini qırırlar bu qollar. Hüseyin. Və bu arda 2 qoldan sonra əvəz etmə. Dəyişiklik başlayır dostluğun heyətində. Pauza eləmə, ora axıra qədər getmək lazım. Haydi Fərayev. Müdafiə edilmiş bir dəyişiklikdir. Və topu yenidən qazandılar. Aldal cəmlələr. Rötürmə və gol! Golazo! Ev yok oynuyor. Hiç olmaz. Hiç olmaz oynuyor. Fəraim Kazımlı. Qolun adı, qolun müəllifi Məsudu. İkinci hissədə fasilədən sonra meydana daxil olmuş. O da fərqlilər siyasının öz adını yazdırır. 5-0. Məhz fasilədən sonra işlətdiyim ifadə də sanki öz təsdiqini tapır. İlk hissə kəşfiyyat xarakterli. Dişsiz oynama çalışırlar. Məhsuldarlığı nisbətdə, ikinci hissəyə nisbətdə zəif olur. Və həqiqətən də ilk hissənin əsas vaxtında 2 qol izlədik. Və artıq ikinci hissədir. Hələ yetərincə vaxt var. Buna rəğmən daha 3 qol izləmişik. 5-0. Həmçinin vəziyyətmələr başlayacaq bir qədər sonra Ulduzun heyətində. Ehtiyatlar skamyasında bir hərəkətlik var. Texniki zonada sim hərəkətlər edən oyuncular var. Bir neçə dəqiqə sonra top meydanı tərk etdiyi zaman məsələ dəyişikliklərə, vəziyyətmələr başlaya bilər. Yeni bir əmləni izləyək. Uğur Aldal cəmlələr. Davay dikkatli ol orada. Potensial meydana daxil ola biləcək oyuncular. Yüzarsif Əskərli. Yoldaş açın Samet. Və digər bir oyuncu var. İndi hal-hazırda önüm bağlıdır. Bunu da qeyd edəcəm. Əhməd, Hüseyin. Əhməd, Hüseyin. Məhz meydanı tərk edən oyuncu Cahid İsmailov. Yüzarsif meydana daxil oldu və onunla da birgə Raul Həsənov. Həmçinin Əhməd Verdiyev də meydanı tərk etdi. Və Hüseyin Süleymanlı da onunla birgə. Deyəsən 3 vəziyyətmə baş tutdu. Mənim ola bilər ki, biri gözümdən yayındı. Tam gördüm. Hüseyin Qurbanov. Qalanları mənim yanıma gəlir. Bura gəl. Qurban, qalası olun gəldi. Səhvimi düzəldim, bu Namiqdir. Namiq Nəsibli. 3 vəziyyətmə izlədik. Bir daha qeyd edim. Yüzarsif Əskərli, Namiq Nəsibli. Oqtay. Qal burada, koşul. Digər isə Raul Həsənov. Bu 3 vəziyyətmə komandaya necə təsir bağışlayacaq? Rəqibin təhlükəli əmləsi ola bilər. Müdafiə artıq geri çəkilib. Qapı qarşısını ötürməyə keçmir. Əks əmlə, əks hücum şansı. Bir ara ötürməsi Tunara doğru. Tunar özünü çatdırdı. Zərbə qapçı. Keçid vermir. Avtogol qeydə alındı. Uzaqlaşdırmaq istəyirdi müdafiəçilər, amma istədiklərinə nail ola bilmədilər. Rəqibi vadar edir. Dostluq kollektivi. Hesab arasındakı fərq isə 6-ya yüksəlib artıq. 6-0. Həmçinin gələn dəqiqələrində daha bir neçə vəziyyətmə olacaq. Ulduzun heyətində. Yüzarsif Əskərlinin ötürməsi geriyə doğru.
Ara ötürməsi çox yaxşı düşünülmüşdü. Uğurlu da alanda Fəraim rəqibini həbsini aldatmaq bacardı, amma top özündən çox irəli buraxır. Və top meydanda saxlama mümkün olmadı. Aferin. Fəraim. Məsafədə vurmaq lazım. Fəraim. Çık. Güzel. Korkusu. Namik pressing edir. Sıyın. Kapitandan müdaxilə gəldi. O yerdə qalmışdı dostluğun heyətində. Ulduzun həkimləri epizoda daha yaxın olduğu üçün məsələ ilk növbədə onlar yaxınlaşdı. İndi komandanın öz Oktay. Gel. tibb əməkdaşları Pınar. Zümrüt. Uğur. dostluqdan həkimlər onlar da indi yerdə qalan oyuncunun yanındadır. Bu arada yaranmış fasilədə eləməsi əvəz etmələr. Aponik oynuyorsun. Stoper oynuyorsun. Hadi. Zülfüqar Allahverdiyev meydan tərk edir. Həmçinin Tunar Əliyev dubl etmişdi görüşdə. Uğur və kapitan Oktay. Meydan daxil olan oyuncular 9-19, 15-18. Hüseyin Dəlivalov, Hüseyin Qurbanov, Qəhrəman İsmailzadə. Namik. Bunlar meydan daxil olan yeni oyunculardır. Qapıya doğru birbaşa zərbə. Qalçı yerindədir. Mövqələr düzgün seçim etmişdi və ilk həmlədə də top özündə saxlama bacardı burada. Artıq top meydan tərk edir. Raul. Namik. Ortaya yüz asla yapın. Mehdi. Namik kal orada. Namik. Ata topa ilə daxil edilməlidir. Fərəm Kazımlıya doğru ötürməyə müdaxilə var idi. Yüzasip. Qapı qarşısına təzyiq edirlər ön tərəfdə. Namik Nəsibli. Namik bir qədər ayaq saxladı Allaz Cəmlələr. Bitirmə komanda yoldaşına və qayda pozulub. Hüseyin Qurbanova qarşı qayda pozulmuşdu. Mehdi Əliyev topu komanda yoldaşı üçün buraxdı korneri. Oyuncuları götürün. Getme. Kal burada. Raul. Biraz kabağa çıkma buradan. Kabağa çıkma. Korneri səhv etmirəmsə Qəhrəman yerinə yetirir İsmailzadə. Top söz nəslinin məyanasında meydanı tərk etmişdi. İndi oyun bərpa olunur. Qəhrəman, görmür də, Qəhrəman. Hə, Namik. Dəfəyə geri çəkilir Qəhrəman. Rəqiblə mübarizə apardı, bir ara ötürməsi. Sağ tərəfdən yeni bir əmli ola bilər. Qafiyet artıq geri qayıdıb. Qapı qarşısını ötürməyə keçid vermədilər. Zarsiv müdaxilə etmişdi. Əks əmli olacaq. Bas! Oktay meydan tərk etməsindən sonra kapitanlıq sarğısı Fəraim Kazımlıdadır.
Bir daha qeyd edim ki, o ikinci hissədə meydana daxil olmuşdu. Və artıq aktivinə də qol yazdırmağı bacarıb. İndi sol tərəfdən sözü gedən, bəhsi gedən oyuncu topla irələmək istəyirdi, amma sonunda müdafiənin müdaxiləsi var idi. Və indi yan xəttdən altdan topa ilə daxil edilir. Rüstəm, ortaya gir. Qarşısına ötürmək keçmədi. Əks əmri olacaq. Yozarsi və Skərli. Rəqib önünü kəsdi, geriyə də ötürmə verdi. Təhlükəni sovuşdurdular. Fərayim topu qazanmaq istəyir. Uğurladı topu. Mehdi Əliyev. Alda cəmlər, rəqibini keçməyə bacardı. Mehdi. Zərbə qapıcı dəf edir. Təkrar bir zərbə lazımdır son anda. Sonunda müdaxilə var. Təkrar zərbə imkan vermədilər. Daha bir real gol epizodu. Və davamda isə kritik bir müdaxilə. Səmsə bir daha xatırladıram, 6-0'dır. Gəl onun arxasına, 100 mərkəzdə qalır. Ulduz komandası 6-0 hesabı önündə, dostluq önündə bir hesablı qələbəyə doğru addımlayırlar, irəliləyirlər. Hey, pozisiyalara döndürür. Sıraz, hey. 100 Kahraman'a ver onu. Yüzarsif. Qapıcı da qapısını tərk etmişdi. Bir qədər köntöy davrandı. Yerdə qalan oyuncu var. Zərbə keçmir. Referi görüşü saxladı. Slovan 17 nömrəli oyuncu yerdə qalıb. Abi, bu qabağında da onu görürsə, o topa getmə. Namazov. Davay, qaqaş. Təxmini olaraq 10 dəqiqə yaxın bir müddət qalıb görüşün bitməsinə. Yüzasif, abi, danışmaq lazımdır. Fərayim yeni bir əmr olacaq. Sol cinatan irəliləmdi. Orada rəqibini artıq aldatmışdı. Qaydanı pozmaqla onu qarşısını kəsdilər. Və görüşdə ikinci rəsmi xəbərdarlıq. Kimə göstəriləcək? Raul. Deyəsən dostluğun 3 nömrəli oyuncusuna, bəli. 3 nömrəli, bundan öncə isə məsələ rəqibin heyətində, Ulduzun heyətində 3 nömrəli oyuncuya göstərmişdi. Bu da bir təsadüf, bu da qeyd ediləsi bir məqamdır. Cahid İsmailov sarı vərəqə görmüşdü ilk hissədə. Uzaq məsafədən zərbə idi. Bu standart vəziyyətdə birbaşa topu torlara yollamaq istədilər. Nasıl ki, indi zərbini kim yerinə yetirmişdi, o da qeyd edəcəm. Yüzarsif zərbə indirmişdi. Fərayim səmti cina dəyişmək olar. Türmə bir qədər qısa qaldı. İndi öndə yenə pressing edirlər. Qəhrəman. Yüzasif. Topa çatmaq mümkün olmur. Namik. Mehdi.
Namik sen de rahat ol gaga. Namik. Çek Mehdi alarsın. Adam Mehdinin bir pressingi var rəqibə. Və təzyiq nəticəsində topu elə keçirdilər, daha sonra itirdilər. Haydi qəhrəman, haydi qəhrəman. Kim qazanacaq? Top meydanı tərk edir, qapıdan zərbə. Qəhrəman. Mehdi topdan çıxır, gəlirsən o babağı kəsirsən. Biraz bunu kaçız da olur. Aslan kızlar. Bunu kaçız da kadar. Yeni bir həmlə qapı ötürü. Təhlükəli həmlə edib. Dostluq, təsəlli qolunu axtarır. Artıq məğlubiyyətdən xilas olmaq bir qədər çətin görünür. Vaxt az qalıb. Hesablı bir üstünlüyü var görüşdə. Rəqib də hətta bu hesabla barışmır. Fərqi yenə artırmaq istəyirlər. Qarşılığında dostluğun qələbəsi, məğlubiyyətdən xilas olması bir qədər çətin görünür. Amma ən azından təsəlli qolu, tilsimi qırmaq olar. Ötürmə oyundan kənar vəziyyət. Hüseyin Qurbanov ötürmə vermişdi, amma komanda yolaşı oyundan kənar vəziyyətdədir. Xaliq meydanın özlərində olan səsində ötürmələr izlədik. Mehdi Əliyev aldığı həmlələr 2 rəqimli keçib. Ötürmə vermək lazımdır. Ne bir ara ötürməsi yox. Valla çatmır, rəqib ötürməni oxumuşdu burada. Hüseyin Qurbanov topu yenidən qazanmaq istəyirdi. Şıqadılar rəqibin üzərinə və nail oldular. Yüzarsif ötürmə. Raul, qoşulma, Raul. Raul, qal. Fərahim topu meydanda saxlamağı bacardı. Fərahim Kazımlı. Kapitan. Hüseyin Dalivalov. Namik Nəsibli. Zərbə cəhdi top qapıdan yan keçir. Raul qoşulma. Namik, hücuma qoşulma, qalın orada. Yavaş-yavaş oyunun sonlarına yaxınlaşırıq. Artıq son dəqiqələr oynanılır görüşdə. 13 yaşlardan ibarət Respublika çempionatında dostluq və ulduz oyununda 6-0 üstünlüyü var. Artıq belə qeyd etmək olar ki, ulduz komandasını qələbədən saniyələr, daha doğrusu dəqiqələr ayırır və elə bir neçə dəqiqə sonra bu ifadəni saniyələr ayırır deyə əvəz edəcəm. Qurbanov. Təzyiq elə. Qəhrəman. Yüzarsif. Mehdi. Tamam, Mehdi. Kral, dikkatli ol, Qəhrəman. Qurbanov, şurada. Qurbanov. Qəhrəman, vaxtında pas oynamalı.
Əbdülxaliq İbrahimli. Sol tərəfdən. Sol cinahdan bir əmli ola bilər. Çıt, yüz asip. Oyundan kənarı yaradırıq. Hüseyin Qurbanovun ötürməsi indi bir ara ötürmə. Bir ara pası keçmədi. Yüz asip üstə gir. Yüzarsif müdaxilə etmək bacar, topu meydandan çıxarır. Yüzarsif Əskərli. Son dəqiqələrdə bir duran top şansı, bir standart vəziyyət. Məsələ kornerlə. Rəqib yoxlayacaqlar. Demək olar ki, tam heyətlə Ulduz komandası meydanın özlərinin hissəsində cərimə meydan sahəsi əndəvərindədir. Elə bu görüşü qol buraxmadan tamamlamaq istəyirlər. Görür refermatı nə zaman bitirəcək? Hakim saatına nəzər yetirir. Daha bir korner. Zərbə cəhdi müdafiəyə qarşıladı. Təkrar əminə imkan vermədilər. Əbdülxaliq. Son əmlələrdir, son cəhdlərdir. Son epizodlardır artıq görüşdə. Bir ara ötürməsi Yüzarsif çox əli oynadı, səhvsiz oynadı. Qapı qarşısına ötürmək yox, rəv etmək mümkün olmur. Abi sıkma bana. Aras kullanma Resul. Sür İslam. Geriyə doğru götürmə Əbdülxaliq. Bir ara ötürməsi. Fərmay topu qazanmaq istəyirdi. Mehdi rəqiblə mübarizə aparır. Hətta bu qəhrəman idi, səhvimi düzəldim. Yüzarsif. Qapı qarşısına ötürmək keçmədi. Elə bu epizodla da referi görüşü bitirir. Ulduz komandası 6-0 hesab ilə rəqibini məğlub edir, dostluq komandasını məğlub edir. Maraqlı mübarizə izlədik. Hər iki komandaya gözəl oyun üçün təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın. Gəldi başa.